Çox sağ olun, hörmətli sədr, əziz həmkarlar. Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər müəyyənləşərkən açıq mətndən ifadə olunub ki, perspektiv həyat dərin rəqəmsallaşma və yeni texnologiyaların aktiv tətbiqi ilə səciyyəvi olacaq. Təbii ki, inkişaf və rifah yalnız maddi nemətlərdə ifadə olunmur və bir sıra hallarda bir sıra hüquq və azadlıqlar, o cümlədən Konstitusiyamızın 57-ci maddəsində təsbit edilmiş müraciət hüququ insan rifahı üçün əslində maddi nemətlərdən az önəm daşımır. Ona görə də müraciət hüququnun səmərəli təmini inkişafdan hər bir vətəndaşın bəhrələnməsi üçün çox vacibdir. Möhtərəm Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş vətəndaşların müraciətləri haqqında qanuna dəyişiklik layihəsi müraciətlər üçün rəqəmsal normativ və praktik bazisinin inkişafını nəzərdə tutmaqla, həmçinin müraciət imkanlarını genişləndirməklə mahiyyətcə məhz bu hüququn daha da səmərəli təmininə xidmət edir. Qanun layihəsi bizə imkan verəcək ki, məruzədə də bu ifadə olundu, vətəndaşın müraciətlərinə dair tələblər, müraciətlərin qəbulu, qeydiyyatı, onlara baxılması və baxılmamış saxlanması, vətəndaş qəbulu prosedurlarının elektronlaşması prosesi təkmilləşsin, habelə təkrar xarakterli müddəalar ləğv edilsin. Bilirsiniz ki, bu ilin fevralın 27-sində Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Möhtərəm Prezidentin fərmanı ilə rəqəmsal inkişafın prioritet istiqamətlərinin müəyyənləşməsi, bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidentinin sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Cənab Prezidentin fərmanına müvafiq olaraq Mehriban xanım Əliyevanın bu istiqaməti nəzarətə götürməsinin ardınca elektron hökumət sahələrində fəaliyyətinin daha səmərəli təşkili, dövlət idarə etməsinin optimallaşdırılması, xidmətlərin keyfiyyətinin yüksədilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatların hazırlanması və onların əsasında dövlət tənzimləməsinin həyata keçirilməsi işində daha çevik fəaliyyət istiqamətində müəyyən irəliləyişlər, önəmli irəliləyişlər var. O cümlədən də idarəçiliyin bütün istiqamətlərində rəqəmsallaşmanın təmini üçün müvafiq normativ hüquq aktlarda dəyişikliklər aparılır və təqdim olunan qanun layihəsində nəzərdə tutulan dəyişikliklər də bu məqsədə xidmət etməklə əslində həm də müvafiq olaraq Rəqəmsal İnkişaf Şurasının bu istiqamətdə ilkin fəaliyyətinin çox uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Təbii ki, çox əhəmiyyətli layihədir. Konstitusiyon müddəanın daha səmərəli təmininə yönəlib, ona görə də təbii ki, müsbət münasibətimi ifadə edəcəm. Həmkarlarımı da dəstəkləməyə çağırıram. Çox sağ olun.